Arzu bəy, bu sənədsiz ev deyirik, biz bir termin yaratmışıq. Kim dedi ki, onlar sənədsizdir? Sənəd nəyə deyirik biz? Bunların hamısı işığa pul ödəyir. Sənəddə bu ev yoxdur. Bu işığa pulu niyə ödəyir? Əgər olmayan evə görə işığa necə pul ödəyir? Bəli. Olmayan evə görə qaz necə çəkilir və qaza pulu necə ödəyir? Həm də o işlətdiyindən əlavə həm də o xidmət haqqı da ödənir də ayda 1 manat. Bəli, bəli, də yeni çıxdı. Su da həmçinin. Bunları necə ödəyir? Bu birinci tərəfi. Deməli biz sənədsiz deməyimizin özü yanlışdır. Özəlləşməmiş deyək. Bəli. Çünki bunu qaz çəkilib, ünvan var bu. Buna ünvan, buna misal üçün məhkəmə məktub göndərir o ünvana. Əgər bu yoxdursa, o ünvana necə məktub gəlir? Həm də qeyri-yaşayış sahəsi kimi ödənilmir, yaşayış sahəsi kimi, yəni o kommunal xidmətlər, bəli. İkinci tərəfini, baxın, yadınızdadır, bir dəfə İlham Əliyev gəldi, bir villalar var idi, Hacıbala Abdalov dedi ki, bunları kim tikib, bizim xəbərimiz yoxdur. Gör, dövlət nə qədər bərbad gündədir. Həm bir dəqiqə vaxt lazımdır ki, necə sən bilmirsən? Sən bilmirsənsə, sən onda burada fəaliyyət göstərməmsən, cinayətkarsan. O villalar görürsünüz, heç kəsin olmadı. İndi burada da illərdir, bu bir gündə, bir ayda, bir ildə tikilməyib. 30 ildir bunlar tikilir. 30 ildir. 30 ildir bələdiyyə bu torpağı satır, icra başçısı bunun pulunu alır, polisi pulunu alır, tikintisinə göz yumur. Hər şeyə göz yumurlar. Yəni bu evlər bundan sonra onsuz söküləsi deyil. Bunu da gəlirəm. Deməli bunlara yenə sənədsiz deyənməliyik. Üçüncü tərəfdən baxın. Yaxşı, bu 500 min evi hərəsinə heç olmasa 20-30 min pul qoyulub. Minimum, bəli. Bunları uçurtmaqla biz vəsaitimizi, bir elə vəsaitimizi atırıq gedir. Qazancımız nə olacaq onları uçursaq? Dördüncüsü, bir belə insanı, bir belə evsizimiz ola, biz 500 min ev deyiriksə, orada ən azından heç olmasa 1 milyon insan yaşayır. Təbii ki. 1 milyon insanı evsiz qoyub nə qazanacağıq? Onsuz da iş yeri yox. Onsuz da bunların dolanışığı yox. Biz bunları bir də o tikdiyi çomadan, daxmadan, evdən məhrum eləməklə, cəmiyyətdə bu dövlətə, hakimiyyətə bir elə nifrət qazanmaqla nə qazanacaq? Yəni, bəzən mənə elə gəlir ki, o 5-ci kolon deyək, nə deyək, adını nə qoyaq, İlham Əliyevi açıq-açığına sabotaj eləyirlər. İlham Əliyev hər hansı bir məsələ ilə bağlı bir söz deyir, heç kəs həyata keçirtmir. Bu biabırçılıq deyir. İlham Əliyev xatırınızdadır, dedi ki, bu evlərin sənədləşməsi ilə bağlı çıxışı olmuşdur. Niyə bu günə qədər qaldı o evlər? Niyə? Əgər prezidentin sözü havada qalacaqsa, vallahi mən onda da bilmirəm nə deyim. Havada qalmayacaqsa kim cəzalandı bunu havada saxladığı üçün? Təbii ki, o 500 min evin necə digər evlər sənədləşdirildi, o günlərdə acizə, normal rüsumunu ödəyib, hamısı öz kupçasını, sənədini almalıdır. Başqa yolu yox deyə üstə gələk. O kupça ilə bu dəqiqə büdcəni doldurmağa pul tapanmırlar. Hər yerdə cərimə eləyirlər. 500 minin, hərəsi indi mən o rüsumun nə qədər olduğunu bilmirəm. Hərəsi sözgahı deyirəm, 100 manat rüsum ödəyəndə bu nə qədər eləyir? 50 milyon eləyir səhv eləməsin. Bəli. İndi o daha çox eləyər də, indi mən o rüsumun qədərini zadını bilmirəm. Biz bir belə büdcəyə vəsait daxil olur, bir belə insanımızı rahatladırıq, gərginlikdən qurtarırıq. Bizim məqsədimiz nədir? Bəzən mən onu tutamıram ki, bu hakimiyyətin, bu məmurların, bu deyək ki, nə bilim axı, hökumət üzvlərinin İşi bu millətə xidmət eləməkdir, yoxsa bu millətdə narazılığı körükləməkdir, qəzəbi, nifrəti körükləməkdir. Nədir? Bəzən bunu tapamıram.